Salam əziz riyaziyyat sevərlər. Maraqlı bir eyniliyə baxın və bu eyniliyi isbat edin. Burada ABC üçbucağın bucaqları kiçik daxilə çəkilmiş çevrənin radiusu, böyük isə xarici çəkilmiş çevrənin radiusudur. Necə isbat edəcəyik? Gəlin əvvəlcə sinus A/2-ni tapaq. Yarımbucaq düsturuna əsasən sinus A/2 bərabərdir. Kök altında bir minus kosinus A bölünsün 2. Əgər kosinus A-nı tərəflərlə əvəz etsək, nə almış oluruq? Kök altında 1 çıxılsın B kvadratı plus C kvadratı minus A kvadratı böl B'si bölünsün 2. Daha doğrusu 2B'si olacaq məhrəz. Daha sonra bunu sadələşdirsək bərabərdir. Kök altında 2B'si minus B kvadratı plus daha doğrusu minus olacaq. Minus C kvadratı minus burada işarət dəyişəcək plus A kvadratı bölünsün 4BC'ye. Daha sonra nə edirik? Baxın. Əgər bunu belə yazsaq, yəni kök altında sürəti belə yazıram. A kvadratı çıx mərtəzədə yazıram. B kvadratı plus C kvadratı minus 2BC bölünsün 4BC. Burada B kvadratı plus C kvadratı minus 2BC bizə nə verir? B plus C'nin kvadratını verir. Onda yaza bilərik ki, bərabərdir. Kök altında deməli surətdən alınır. A kvadratı minus mərtəzədə B minus C'nin kvadratı bölünsün 4BC. Və bunu kvadratı fərqli olaraq açsaq bərabərdir. Kök altında və A minus B plus C vurulsun A plus B minus C bölünsün 4BC'ye. Daha sonra biz də bilirik ki A plus B plus C bərabərdir 2P'ye. P burada yarı perimetrdir. Onda əgər surətdə əvəz etsək nə almış oluruq? Deməli A plus C-nin yerinə yazırıq ki 2P çıx B. A plus B-nin yerinə yazırıq 2P çıx C. Onda alırıq ki kök altında deməli 2 vurulsun P minus B vurulsun 2 vurulsun P minus C bölünsün 4BC'ye. 4'lər də ixtisar gedir, qalır. Kök altında P minus B vurulsun P minus C bölünsün BS'ye.
və hər biri üçün etsək, nə almış oluruq burada? Deməli, sinus b bölü 2-ni alınır. Sinus b bölü 2-ni alırıq ki, bərabərdir. Deməli, p minus a vurulsun, p minus c bölünsün ac-yə. Həmçinin sinus c bölü 2 bərabərdir. Deməli, p minus b vurulsun p minus a bölünsün a vurulsun b-yə. Bunlar kök altı olacaq əlbəttə ki. Daha sonra bunları bir-birinə vursaq, yəni sinus a bölü 2 vur sinus b bölü 2 vur sinus c bölü 2. O da bərabərdir. Bir kökün altında yazar. Kök altında deməli surətdən alınır bizdə a kvadratı, b kvadratı, c kvadratı məxrəcdən alınır. Daha doğrusu məxrəcdə a kvadratı, b kvadratı, c kvadratı alınır. Surətdə isə deməli p minus a-nın kvadratı vur p minus b-nin kvadratı vur p minus c-nin kvadratı. O da bərabərdir. Deməli kök altında nə çıxır bizdə? Surətdə alınır p minus a, p minus b, p minus c bölünsün a, b, c. Daha sonra nə edirik? Baxın, surət bizə nəyə verir əslində? Heron düsturuna görə yaza bilərik ki, surət bərabərdir s kvadratı, yəni sahənin kvadratı bölünsün b. Məxrəcdə nə alınır bəs? Məxrəcdə ABC-nin yerinə yaza bilərik ki, biz bilirik ki, s bərabərdir ABC bölünsün 4 ilə. Onda ABC-nin yerinə yazırıq ki, s vurulsun 4 elə. O da bərabərdir. S-lər ixtisar gedir biri. Məxrəcdə qalır 4R. Daha sonra S-in dəyərinə yazıram nə? P vurulsun R. Bölünsün P. P-lər də ixtisar gedir. Nə qalır? R bölünsün 4R. Və beləliklə verilmiş bərabərlik isbat olundu.